təbrizlə bağlı məsələlərdə qərarlar verilməsi də bu siz dediyiniz fikri daha da qüvvətləndirir. Elə Cənubi Azərbaycandan danışmışam, biraz da yəni özüm yerli Azərbaycandan, yəni daxili məsələlərdən danışmaq istəyirəm. Bu günlərdə bir məlumat yayıldı, yəni bu gün yayılan məlumatdır. Deməli, Salyan bir icra başçısı var idi, Tahir Kərimov. Xatırlayarsınız, o güllər belə tutmuşdular altında. Bəli, məktəblilər. Məlum olub ki, onun oğlu Ümid Abuzərli Rumuniyada 40 dənə villa alıb bir gün. Yəni bu 2016-cı ildə vəzifədən çıxıb atası, yəni artıq təxminən 10 ildir icra başçısı deyil. Amma görünən odur ki, yəni bu zamanında yığdıqları milyonları hələ də xərcləyib qutara bilmirlər. Dəhşətli bir rəqəmdir. Cənubi Azərbaycanda uzun illər, 50 il, 60 il işləyirlər. Elə biraz da dərinə getsə, icra başçısı ilə eyni səviyyədə əmək haqqı alanlar var belə. O bir evi güclə ala bilir. Ya ipoteka ilə, ya da sosial evlərdən və yaxud da bu və ya digər şəkildə bir pul yığa bilir, boğazından kəsir, uşağının boğazından kəsir, ev alır, bir ev. Amma bir dəfə 40 dənə villa almaq nə deməkdir? Bu, nə baş verir? Yəni. Əslində, vilayət belə açıq desə, mən daxilimdə də bir də dəqiqləşdirməyə çalışdım. 40 dənə villa Rumıniya kimi bir ölkədə almaq, bu dəhşətli bir rəqəmdir. Və Azərbaycanda insanların həyat şəraitini, mənzil şəraitini göz önünə gətirirəm. Yəni, bu boyda fəlakətin içərisində bu qədər pulu bir yerə toplamaq və ölkədən çıxarmaq, bu nə deməkdir? Bunu anlam vermək çətindir. Bugün insanlar var ki, rayondan gəliblər Bakıya tələbələr, 2-3-4 nəfər yığışır, bir evdə kiraya qalır və 100-150 manatı bunlar bir aya ödəyənməkdə çətinlik çəkirlər. Yaxud da ailələr var, Bakı ətrafında kirayədə qalırlar, bir aya 300 manat. İndi mərkəzə doğru artır. Və yəni bunu ödəməkdə bu insanlar əziyyət çəkirlər, çox böyük çətinlik çəkirlər. Yəni bunlar belə deyək ki, bir otaqlı belə özlərini mənzil almaqda böyük problemlə qarşılaşırlar. Yəni bunların imkanları yoxdur. Amma belə adamlar ölkədən 40 villaya çatacaq pul qədər pul çıxarırlar. Hələ bunun görsənən hissəsidir. İndi siz təsəvvürləyin bunun görünməyən tərəfini. Və bu vaxtda qədər nələr ediblər. Və üstəlik də düşünürsən ki, əgər bu pullar Azərbaycanda bir sərmayə kimi istifadə olunsaydı, tutaq ki, emal sənayesinə, istehsal sahəsinə ayrılsaydı, nə qədər insanlar işləyərdi, Azərbaycan iqtisadiyyatına nə qədər fayda verərdi və neçə ailələr burada dolana bilərdi. Amma faktiki olaraq bu pullar həmin icra başçısının fövqəladə bacarığı hesabına qazanılmayıb, fövqəladə uğurluğu hesabına, korrupsiyası hesabına əldə olunub. Və mütləq bu cür pullar, bu bir nümunədir. Amma belə sayılar həddən artıq düşünürəm ki, çoxdur. İstehsal sahəsi, zavod açıla bilərdi, amma mən biraz daha fərqli düşünürəm. O pullar əldə eləmək üçün neçə istehsal sahəsini bağlatdırıblar, nə qədərindən rüşvətin emal sənayələrini müflis ediblər. Əslində bu daha böyük problemdir ki, bunlar bu qədər birdən-birə varlanıb milyarderə çevrilən adamlar neçə iş adamlarını müflisləşdirirlər. Əsas problem əslində orada. Tamamilə doğrudur. Neçə ailəni işsiz qoyurlar. Və bu qədər də insanların sosial-iqtisadi problemlərdən əziyyət çəkməsinin səbəbkarı məhz bu insanlardır. Mənə elə gəlir ki, dövlət səviyyəsində bu məsələ araşdırılmalıdır və bu pullar mütləq Azərbaycana qaytarılmalıdır.